Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Cəbhə Partiyasına sədri deputat Razi Nurullayevin köməkçisi Murad Alışov dünyasını dəyişib. Xəbər verilir ki, bu haqda partiyadan məlumat verilib. Bildirilib ki, Murad Alışov uzun sürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. Allah rəhmət eləsin, ailəsinə, əzizlərinə səbr diləyirik. Türkiyənin ən reytingli layihələrindən olan Əşrəf Rüya serialı 40 ölkəyə satılıb. Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bunun əlavə serialın 12 ölkədə müqavilə imzalanması üçün danışıqlar davam edir. Qeyd edək ki, serialın baş rollarını Çağatay Ulusoy ilə Demet Özdemir paylaşır.